Əhabbəllah mən əhəbbə Hüseynə. Deyir, Hüseyni sevən Allah sevir. Mələklər göstərəcək ki, bu günahı var, bu günahı var, bu günahı sayacaqlar. Deyəcək, Hüseyni sevir, Hüseyni ki sevir. Qaldı. Dirənən yeri budur. Hüseynindən keçmək olur. Filan əməli, filan günahı, filan işləri, bu bunun ibadətin səviyyəsi, Allah necə susturacaq göy əhlini? Deyəcək ki, Əhabbəllah mən əhəbbə Hüseynə. Allah belə susturacaq. Deyəcək, bu Hüseyni sevirdi. Mənə qulaq asanlar lütfən başa düşsün nə deyirəm. Hüseyni sevirdi, özü bir göstəricidir. Və bir lütfüdür Allah'a. Qiyamət günü biz deyəcəyik ki, sənin sevgin saxladı bizi ya Abdillah. Heç nəyimiz yox idi. Elə bilməyin biri çıxıb minbərdən təvazökarlıq eləyir Ramazan ayında. Xeyr, xeyr.